Salam uşaqlar. Bugünkü dərsimizdə kimyəvi elementlərin nisbi atom kütləsi və nisbi molekul kütləsi mövzularını öyrənəcəyik. Artıq keçən dərslərimizdən bizə məlumdur ki, atomun kütləsi nüvəsindəki proton və neytronların kütlələrinin cəmi ilə müəyyən olunur. Yəni, proton və neytronun cəmi bizə kütlə ədədini verir. Bəs atomların kütləsini bizə məlum olan vahidlərlə, yəni qramla və yaxud kiloqramla ifadə etmək mümkündürmü? Əlbəttə mümkündür. Lakin atomların ölçüsü gözlə görülməyəcək dərəcədə kiçik olduğundan biz atomları götürüb tərəzidə çəkib onların kütlələrini müəyyən edə bilmərik. Təbii ki, atomun kütləsini yalnız riyazi hesablamalar və fiziki cihazların köməyi ilə hesablamaq mümkündür. Belə ki, riyazi hesablamalar nəticəsində ən kiçik atom olan hidrogenin kütləsi müəyyən olunubdur. Müəyyən edilib ki, hidrogenin bir atomunun kütləsi 1,67 vurulsun 10 üstü mənfi 24 qrama bərabərdir. Beləliklə, istənilən digər atomun kütləsini hidrogenin kütləsinə nisbətən hesablamaq mümkündür. Deməli, müəyyən olunub ki, bərabər həcmdə götürülmüş azotun kütləsi hidrogenin kütləsindən 14 dəfə ağırdır. Bunu bilərək biz bir hidrogen atomunun kütləsini 14-ə vurmaqla azot atomunun kütləsini hesablamış olaraq. Bu 20,4 vurulsun 10 üstü mənfi 24 qrama bərabərdir. Eyni qaydada bərabər həcmdə götürülmüş oksigenin hidrogendən 16 dəfə ağır olduğunu bilərək biz oksigen atomunun kütləsini də hesablaya bilərik. Bunun üçün hidrogenin atom kütləsini 16-ya vurmaqla oksigen atomunun kütləsini də hesablamaq olar. Beləliklə, bütün atomları kütləsini hidrogenin atom kütləsinə nisbətən hesablamaq mümkündür. Gördüyünüz kimi alınan ədədlər çox kiçik ədədlərdir və riyazi hesablamalar zamanı bunlardan istifadə etmək çətinlik törətdiyindən nisbi atom kütləsi anlayışı qəbul edilir. Nisbi atom kütləsi AR işarəsi ilə göstərilir. A hərfi burada atom sözünün baş hərfidir. R isə relativi sözünün baş hərfidir. Relativi Yunan dilindən tərcüməsi nisbilik mənasını verir. John Dalton element atomlarının nisbi atom kütləsini hidrogen atomunun kütləsinə nisbətən hesablamağı təklif edir və bu hesablamalar zamanı metalların kütləsini hesablayan zaman müəyyən çətinliklər meydana gəlir. Daha sonra isə atomların kütlələrini oksigenin kütləsinin 16-da 1 hissəsi ilə müqayisə etmək qəbul edilir. Lakin bir qədər sonra oksigen atomunun izotopları kəşf olunduqdan sonra bu da müəyyən çətinliklər törətdiyindən artıq hal-hazırda etalon kimi karbon 12 izotopunun kütləsinin 12-də 1-i qəbul edilir. Beləliklə, nisbi atom kütləsini təyin etmək üçün etalon kimi karbon 12 izotopunun kütləsinin 12-də 1 hissəsi qəbul edilir. Bu etalona atom kütlə vahidi deyilir və qısa şəkildə AKV kimi göstərilir. Beləliklə, AKV-ni hesablamaq üçün biz karbonun atom kütləsini 12-də 1 hissəsini götürürük. Yəni 20 vurulsun 10 üstü mənfi 24 qramı bölürük 12-yə və beləliklə 1,66 vurulsun 10 üstü mənfi 24 qram ədədini almış oluruq ki, bu da nisbi atom kütləsini hesablamaq üçün istifadə olunur. Beləliklə, elementlərin nisbi atom kütləsi onun təbii izotoplarının orta atom kütləsinin kütlə vahidinə, AKV-yə olan nisbətidir. Gəlin, oksigenin nisbi atom kütləsini hesablayaq. Bunun üçün biz oksigen atomunun kütləsini AKV-yə bölməklə 16 ədədini alırıq ki, müəyyən edirik ki, oksigenin nisbi atom kütləsi 16-ya bərabərdir. Və yaxud azotun nisbi atom kütləsini tapmaq üçün azotun atom kütləsini yenə də AKV-yə bölməklə 14 ədədini alırıq ki, bu da azotun nisbi atom kütləsinə bərabərdir.
Ayır ölçüsüz kəmiyyətdir və elementin kütləsinin karbonun kütləsinin 12də 1 hissəsindən neçə dəfə ağır olduğunu göstərir. Kimyəvi elementlərin dövr sistem cədvəlində hər bir elementin sıra nömrəsinin altında onun nisbi atom kütləsi verilmişdir. Fikir verdinizsə, burada nisbi atom kütlələri onluq kəsirlərlə verilibdir. Deməli, adətən biz bu onluq kəsirlə verilmiş ədədləri yuvarlaqlaşdırıb istifadə edirik. Məsələn, kuprum elementinin nisbi atom kütləsi 63,546 verilibdir. Vergüldən sonraki rəqəmləri yuvarlaqlaşdırmaqla biz 64 götürə bilərik. Bəs nə üçün bu ədədlər onluq kəsirlə verilir? Artıq keçən dərslərimizdən bizə məlumdur ki, hər bir elementin təbiətdə kütlələri müxtəlif olan atomları mövcuddur. Yəni biz bunlara deyirdik izotoplar. Məsələn, xlor elementi üzərində bunu izah etməyə çalışacağım. Deməli, xlor elementinin təbiətdə 2 izotopu var. Xlor 35, yəni atom kütləsi 35-ə bərabər olan xlor atomları və atom kütləsi 37 olan xlor atomları. Xlor 35-in təbiətdə mövcud olan xlor atomlarının 75%-ni təşkil edir. Xlor 37 isə ümumi xlor atomlarının 25%-ni təşkil edir. Bax, bunları bilməklə biz mövcud olan xlor izotoplarının ortaq kütləsini hesablamış oluruq. Bax, cədvəldə də elə xlor elementinin nisbi atom kütləsi bax, bu şəkildə 35,5 verilir. Elementin nisbi atom kütləsini bildikdən sonra biz maddəni təşkil edən molekulun da nisbi molekul kütləsini hesablaya bilərik. Əvvəlcə onu xatırladaq ki, molekul kütləsi molekulu təşkil edən atomların kütlələrinin cəminə bərabərdir. Onda maddənin nisbi molekul kütləsi də onun molekul kütləsinin atom kütlə vahidinə olan nisbəti kimi qəbul edə bilərik. Beləliklə, maddənin molekul kütləsini hesablamaq üçün biz molekulu təşkil edən atomların nisbi atom kütlələrini əgər həmin atomun yanında indeks varsa, onun indeksinə vurmaqla toplayıb hesablaya bilərik. Məsələn, suyun emerinin hesablanmasına baxaq. Bir su molekulu 2 hidrogen atomundan və 1 oksigen atomundan ibarətdir. Beləliklə, suyun emerini hesablamaq üçün biz hidrogenin nisbi atom kütləsini onun indeksinə vurub, oksigenin nisbi atom kütləsi ilə toplayırıq və nəticədə 18 ədədini alırıq. Beləliklə, suyun emeri 18-ə bərabərdir. Eyni qaydada biz oksigen emerini də hesablaya bilərik. Bunun üçün biz oksigen molekulunu təşkil edən oksigen atomunun ayerini onun indeksinə, yəni 2-yə vururuq. Beləliklə 2 vurulsun 16, 32 ədədini almış oluruq və oksigen emeri 32-yə bərabərdir. Emer də ayer kimi ölçüsüz kəmiyyətdir və molekul kütləsinin karbon atom kütləsinin 12də 1-dən neçə dəfə böyük olduğunu göstərir. Deməli, molekulların emerindən istifadə etməklə müxtəlif hesablamalar aparmaq olur. Məsələn, formula görə molekulun tərkibinə daxil olan elementin kütlə payını hesablamaq mümkündür. Kütlə payı omega hərfi ilə işarə olunur. Molekulun tərkibinə daxil olan element atomunun kütlə payını hesablamaq üçün həmin elementin nisbi atom kütləsini elementin indeksinə vuraraq maddənin emerinə bölürük. Beləliklə, omega bərabərdir. Ayer element vurulsun M, yəni indeks, bölünsün emer maddə. Və yaxud da ki, alınan bu cavabı 100-ə vurmaqla biz bunu faizlə də ifadə edə bilərik. Əgər
vahidin hissələri ilə ifadə olunursa, bu zaman alınan cavab 0 ilə 1 arasında olacaq. Əgər faizli ifadə ediriksə, alınan cavablarımız 0 ilə 100 arasında olacaq. İndi gəlin belə bir məsələyə baxaq. Formulu SO3 olan birləşmədə kükürt və oksigen elementlərinin kütlə payını hesablayın. Bunun üçün öncəliklə biz bu birləşmənin emerini hesablamalıyıq. Deməli, SO3-ün emerini hesablamaq üçün biz kükürdün ayeri ilə oksigenin ayerini onun indeksinə vurmaqla alınan cavabları toplayırıq və nəticə itibarilə 80 ədədini alırıq. Beləliklə SO3-ün emeri 80-a bərabərdir. İndi isə biz burada kükürdün kütlə payını hesablayaq. Bunun üçün omega bərabərdir. Kükürdün ayeri bölünsün SO3-ün emerinə. Yəni 32-ni kükürdün ayerini bölürük 80-a və faizlə tələb olunursa bunu 100-ə vurmaqla biz hesablayırıq ki, bu birləşmədə kükürdün kütlə payı 40%-dir. Həmin qaydada biz eyni ilə oksigenin də kütlə payını hesablamış oluruq. Və yaxud da ki, ümumi molekulu 100% kütləsini qəbul eləsək, 100% qəbul eləsək, onda 100-dən 40-ı çıxmaqla 60% cavabını alırıq və beləliklə çox qısa yolla oksigenin də kütlə payını hesablamış oluruq. İkinci bir məsələyə baxaq. Kükürdün oksigenlə kütlə nisbəti bu birləşmədə 2-nin 3-ə şəklindədir. Gəlin indi bu birləşmənin formulunu çıxaraq. Deməli, kükürdün oksigenlə olan nisbəti 2-nin 3-ədir. Bunun üçün biz hər bir atomun kütləsini bölürük onun nisbi atom kütləsinə. Yəni, kükürdün kütləsi 2-dirsə, onu bölürük kükürdün ayerinə 32-yə, oksigenin kütləsi də 3-dür, 3-ü bölürük oksigenin ayerinə. Və alınan cavablarda ixtisar aparmaq lazımdırsa, bu ixtisarları aparırıq və 3də 1, belə bir kəsir ədədini alırıq. Deməli, bu onu göstərir ki, kükürd atomlarının sayı bu molekulun tərkibində 1-ə bərabərdir, oksigen atomlarının sayı isə 3-dür. Bunu biz formulda indeks şəklində atomların sayını indeksdə yazsaq, formulun SO3 olduğunu alarıq. Digər bir məsələyə baxaq. Kükürd və dəmir elementinin atomunun kütləsini hesablayaq. Biz bilirik ki, hər hansı bir elementin atomunun kütləsini hesablamaq üçün həmin elementin ayerini AKV-yə vurmalıyıq. Burada da həmin qaydanı tətbiq edirik. Kükürdün nisbi atom kütləsi 32-dir. 32-ni AKV-yə, yəni bu sabit kəmiyyətdir. 1,66 vurulsun 10 üstü -24-ə vurmaqla kükürdün atom kütləsini hesablamış oluruq. Bu 5,32 vurulsun 10 üstü -24 qrama bərabərdir. Eyni ilə də dəmir atomunun kütləsini hesablayırıq. Bunun üçün biz dəmirin nisbi atom kütləsini AKV-yə vururuq və dəmirin atom kütləsini 9,3 vurulsun 10 üstü -24 qrama bərabər olduğunu hesablamış oluruq. Beləliklə, bugünkü dərsimizdə biz elementlərin nisbi atom kütlələri və nisbi molekul kütləsi mövzusu ilə tanış olduq və bu mövzu ətrafında bəzi çalışmaların üzərində işləməklə hesablamaların aparılması qaydasını öyrəndik. Sağ olun, gəlin dərsimizə qədər.